Başlayaq kimlə? Kimlə? Dinləyici olan müəllimlər, digər qruplardan olan müəllimlər əl qaldırar. Digər Murad Muradov, Murad müəllim deyin gəlsin bizə 21-ci əsr bacarıqları hansı 3 qoldan təşkil olunur? Həyat və karyeradır, Hı. öyrənmə bacarığıdır, bir də informasiya, Aha. texnologiya bacarığı. Hansı kompetensiyamızdır ki, bu kompetensiyada biz qeyd etdik ki, əgər İKT-dən, kompüterdən, digər alətlərdən mən Bu rəqəmsaldır. Birbaşa rəqəmsal savadlıq var. İKT bacarığı. Bəli. Müəllimlər mütləq sual-cavabı diqqətli dinləyin ki, nələrsə beyninizdə möhkəmlənmiş. Çünki hamıya hər dəfədən sual verməyəcəm, baxımdan, amma digər yoldaşlarımızı mütləq dinləyin. Bəs hansı hissədədir ki, əgər mən talış mətbəxinə, ləzgi mətbəxinə, onları mədənidir. Mədənidir. Mədəni məlumat. Bundan əlavə mədəniyə, misal üçün, digər dinlərə hörmətdən də söhbət gedə bilər. Bəli, bəli. Tolerantlıq, belə bir şeylə götürmək olar. Mən o özümdən əlavə qeyd elədim, amma mədəni bacarığa əlavə elədim. Digər xalqlara, azsaylı xalqlara, misal üçün, talışlardır, avarlardır, ləzgilərdir, hörmətlə yanaşmaqda. Statistikadan, diaqramdan söhbət gedirsə, bunu hansı hissədə götürə bilərik? Eşitmədim, müəllim, üzr istəyirəm. Statistika, diaqram, funksiya, qrafik. Bu riyazi. Təbii ki, riyazi. Burada ölçməkdir, biçməkdir, söhbət riyazidən gedir. Aydındır. Bəs hansı hissədədir ki, əgər şəxs gələcəklə bağlı plan qurursa, o planı istiqamətləndirirsə, emosional durumunu stabil saxlayırsa, şəxsi sosial, 100%. Bu şəxsi sosialdır. Yəni, özü gələcəyin, karyerasını qurmaq, gələcəyi fikirləşmək, nə etmək bacarığı, nə bilim, sağlamlığın düşünmək zətdə. İşə götürən işçi münasibətləri, uzaq görən sahibkarlıq. Orada maliyyə varsa, deməli sahibkardır. Bəli, risk deyəcəkdir maliyyə. Gender bərabərliyi hardadır? Gender bərabərlikdə bu səhv eləmirəmsə, fəal vətəndaş mövqeyindədir. Fəal vətəndaş mövqeyindədir. Gender bərabərliyi bərabərdir. Yəqin ki, bu yəni bəli, Bəli. Auditoriyanın diqqətini özümdə saxlamaq, nitqi pozitiv eləmək, ifadəli eləmək, bu hara daxil olacaq? Bu savadlı olmalısan mütləq. Yəni, şəxs savadlıdırsa, qarşı tərəfin diqqətini öz üzərinə çəkə biləcək. Yeri gələndə rəsmi üslub, yeri gələndə qeyri-rəsmi, bunlardan istifadə eləyə bilmək, hər biri hansı kompetensiyaya daxildir? Savadlıq kompetensiyasına daxildir. Danışmaqdır, ünsiyyətdir, auditoriyanı ələ almaqdır. Bu sahələr savadlı. Dünya görüşün olmağı da belə də götürmək olar. Cəfərova Aysel xanım, deyin gəlsin 21-ci əsr bacarıqları hansı qollardan? Səs gəlir, baxılır, bilmirəm, internet səhifdir. Hələ ki, sizdə bu qədərdir. Eşidə bilmirəm, müəllimə. Müəllimə, mənlə deyil. Bəli, Aysel xanım, deyin gəlsin 21-ci əsr bacarıqları hansı 3 istiqamətdən ibarətdir? Mənim həyat, karyera, sonra öyrənmə, innovasiya idi. Bir də ki, informasiya, media və texnologiya. İnformasiya, media və texnologiya, düzdür. Hansı kompetensiyamızdır ki, bu kompetensiyada əgər mən tutalım ki, telefondan, dərs baxımından istifadə eləyə bilirəmsə, elektron lövhədən, qrafik planşetdən, audio kitablardan istifadə eləyə bilirəmsə, bu kompetensiya yerində hesab olunur. Rəqəmsal savadlılıqda. Bu rəqəmsal savadlıqdır, bəli. Pozitiv nitq qurmaq, uyğun nitq qurmaq, zəngin lüğət ehtiyatı desəm. O savadlılıqda. Kifayət qədər lüğət ehtiyatı. O tarz dilə bilmək. Sağ ol, çox dil bilməkdədir, bəli. Bəs harada qeyd eləyə bilirəm ki, vaxtı düzgün, səmərəli istifadə eləyə bilmək, stres altında, təzyiq altında iştirak eləyə bilmək, bu hansı kompetensiyanın tərkibinə daxildir? Vaxtı düzgün bölmək. Vaxtı düzgün bölə bilmək. Bu artıq şəxsi, sosial öyrənməyi öyrənmək kompetensiyasının tərkibinə daxildir. Yaxşı, deyirəm ki, digər dinlərə dözümlü, tolerant yanaşmaq din tərəfdən. Bu hara daxil olacaq? Mədəni. Bəli, mədəni məlumat. Uzaq görən olmaq, cəsarətli olmaq, risk götürmək, maliyyə savadlığı, işə götürən işçi münasibətlərini harada qeyd edək? O, müəllimə, şəxsi sosial öyrətmə. Şəxsi, sosial öyrənmək, yoxsa sahibkarlıq? Yerdən yazmıyor, sahibdir. Bax, puldan söhbət gedirsə, bəli, pul sahibkarlıqdır, pul, bəli, sahibkardadır, düzdür. Bəli. Növbətimizi qeyd eləyəcəksiniz, nəyi? Hansı kompetensiyadır ki, məsələn, mən paltar yuyam,
qab yanmaşın, robot tozsoran, bunların bizim həyatımızı rahatlaşdırdığından söhbət edirəmsə, bu hansı kompetensiya? Texnologiya. Bəli, bu texnoloji savadlıq. Hər iki sizdə də bu qədər. İsmailova Çinarə. Axşamınız xeyir müəllim. Axşamınız xeyir. Əgər mən problemi həll etmək üçün müxtəlif diaqramdan, statistikadan, qrafikdən istifadə edə bilirəmsə, bu hansı kompetensiyanın? Riyazi elmi mühəndislik kompetensiya. Nəzəriyyələrdə, məsələn, mənəvi inkişaf nəzəriyyəsindən bəhs edirəm və yaxud da ki, Darwin nəzəriyyəsindən bəhs edirəm, Piaget nəzəriyyəsindən bəhs edirəm. Nəzəriyyələr hansı hissəyə daxildir? Bu savadlılıq kompetensiyası. Bax, nəzəriyyələr elmdir. Elmi. Elmi, hə. Riyazi elmi var, onların elmi hissəsinə daxildir, yadda saxlayırıq. Hansı kompetensiyamızdır ki, bu kompetensiyada transformasiya bacarıqları var? Transformasiya necə yəni? Şəkil dəyişmə bacarıqları hansı kompetensiyadır? Keçən dəfə izah edəndə onu dedim. O sahibkarlıqdadır. Transformasiya bərabərdə sahibkarlıqdadır. Yəni mən demişdim ki, müəyyən bir emblemin və yaxud da ki, müəyyən bir loqonun şəklini dəyişib, onu şirkətimiz olsun, layihəmiz olsun, orada istifadə edə bilmək. Hansı kompetensiyadır ki, bu kompetensiyada mən məsələn müxtəlif binaların, yolların, tunellərin tikintisindən bəhs eləsəm və yaxud Mühəndislik. Riyazi elmi mühəndislik. mühəndislik kompetensiyası düzdür. Zəngin lüğət ehtiyatı. Savadlılıq. Kifayət qədər lüğət ehtiyatı. Çox dil bilmək. Funksional qrammatika necə olanda savadlıqdadır, necə olanda çox dil bilməkdədir? Sözlərdən yerində istifadə eləmək, dilin funksiyaları haqqında məlumat, bu olacaq savadlılıq kompetensiyasında. Xarici dillərdə söhbət gedirsə, Xarici dildə sırf xarici dildə haqqında danışılır, onda olacaq xarici çox dil bilmək kompetensiyası. yaxşı deyirəm, sosial şəbəkələrdən etik qaydalar çərçivəsində Rəqəmsal. Ay, sağ ol, rəqəmsal. O etik biraz fərqli işlənə bilir. Məsələn, siz onu riyazidə də görə biləcəksiniz. Riyazi, elmi, texnoloji, mühəndislik kompetensiyasında da görmək olar. Qeyd etdiyim kimi rəqəmsal savadlıqdadır. Təşəbbüskar olmaq, sərbəst olmaq, uzaq görən olmaq, cəsarətli olmaq desəm, Şəxsi sosial öyrənməyi öyrənmək. dəqiq. Təşəbbüs, uzaq gör, bax, uzaq görən, yatırım eləmək. Sahibkarlıq, sahibkarlıq. Hələ ki sizdə bu qədər bir saniyə. Mehriban İsrafilova 21-ci əsr bacarıqları neçə hissədən ibarətdir? Müəllimə biraz sürətli səsi açanda açıq səhmə. Müəllimə, axşamınız xeyir olsun. Mənim savadlılıq, çox dil bilmək, riyazi elmi, mühəndislik. 23 istiqamətdə olar. Həyat karyera bacarıqları, öyrənmə, innovasiya. Həyat və karyera, öyrənmə və innovasiya, bir də informasiya, media, belə texnoloji bacarıqlar istiqamətdə. Deyirəm ki, elmi mütləq şəkildə tədqiqata dayanmalı olduğunu anlayıramsa, bu hansı kompetensiyadır elmdən? Riyazi elmi, mühəndislik. Riyazi elmidir. Deyirəm, ünsiyyəti idarə etmək, adaptasiya etmək, müxtəlif mətn tiplərindən istifadə etməyə bacarmaq. Savadlıq. Savadlıqdır, bəli. Yeni dil öyrənməkdə israrlı olmaq və yaxud da ki, ona həvəs göstərmək. Dil desə çox dil bilmək olar da. Çox dil bilməkdir, bəli. Stres altında işləmək, stresə dayanıqlı olmaq. Özümüzdən danışırıq da, şəxsi. Necə şəxsi, sosial öyrənməyi Çox bəsətlə öyrənmək. Bəli, hansı kompetensiyada biz qeyd etdik ki, müxtəlif cəmiyyətlərdən, müxtəlif qurumlardan, vətəndaşın dövlət qarşısındakı borcundan, öhdəliyindən bəhs edir. Vətəndaşlıq kompetensiyası. Bəli, bu fəal vətəndaş mövqeyidir. Əgər transformasiya, yəni şəkil dəyişmə desək bu hardadır? Transformasiya sahibkarlıq. Sağ ol, sahibkarlıqdadır. İdeyaları, fikirləri, müxtəlif mədəniyyətlərə uyğun şəkildə ifa etmək və yaxud da ki, ifadə etmək. Mədəniyyət, savadlıq, düz dedim. Mədəniyyət dedim axı, mədəni məlumatlıq. Mədəniyyətlə, adət-ənənə, tolerantlıqla, tolerantlıq dediyin tərəfdən olan bəzi fəal vətəndaşlar. Bunların əksər hissəsi bağlı olur mədəni məlumat. Məlumatlıq özü, bəli. Hələ ki sizdə bu qədər bir saniyə. Nübar. 21-ci əsr bacarıqları, Nübar xanım, hansı bacarıqlar oldu? Həyat və karyera, öyrənmə və innovasiya, informasiya, media, texnologiya. Bəli,
Yaxşı, biz kompetensiyalardan hansı kompetensiyada qeyd etdik ki, özünün fiziki, psixoloji, emosional durumu, Şəxsi sosial. şəxsi sosial, indi metakognitiv biliyi bilənlər varsa, bilməyənlər gələcəkdə öyrənəcək. O şəxsi sosial öyrənmək metakognitiv biliyin Bəli, açıqlaması. öz üzərində Bəli, işləmək. özü ilə bağlı olur. Yeni dil öyrənmək istəyir, Çox dil bilmək. Çox dil bilməkdir, bəli. Nitqin pozitiv ifadəsi, estetik bacarıqlar, tənqidi konstruktiv dialoqlar desək, nitq, pozitiv nitq harda olar? Fəal vətəndaşlıq, Yox, pozitiv nitq. savadlılıq, Savadlılıqdır, bəli. Bəs harda biz qeyd edirik ki, elmin, texnikanın, texnologiyanın insan həyatına təsirini anlamaqdan söhbət gedir? riyazi, elmi, mühəndislik. Texnoloji savadlıq və rəqəmsal savadlığı necə fərqləndirir ki, bu texnologiyadır, bu rəqəmsal savadlıq? Rəqəmsal savadlıq daha çox riyazi hesablamalar, amma texnoloji isə Rəqəmsal savadlıq yox, riyazi hesablama. Rəqəmsal savadlıq daha çox qarışdırdım və biraz. İKT-nin istifadə olunur. Bəli. Kompüter. Amma bir də var texnoloji savadlıq. O gündəlik həyatda sizin istifadə elədiyiniz məişət texnikaları deyək. Daha çox məişət texnikalara aid olur texnoloji savadlıq. Bəs hansı kompetensiya bəli texnikanın, texnologiyanın insan həyatında roludur? Hansı kompetensiyamızdır ki, bu kompetensiyada fərdi, kollektivlə işləməkdən söhbət gedir, təhsilini idarə etməkdən, stressə dayanıqlı olmaqdan dedik ki, Şəxsi sosial. şəxsi sosial öyrənmə kompetensiyası, gender bərabərliyi, Fəal təşkilat vətəndaş mövqeyi. fəal vətəndaş mövqeyi, empatiya, uzaqgörən olmaq desəm, maliyyə savadlığı desəm, işə götürən işçi münasibəti Sahibkarlıq. və bəli, sahibkarlıqda olacaq. Hələ ki, sizdə də bu qədər. Abbasova Nurani. Bəli, bəli müəllim. İKT-ni biz harda qeyd elədik? İKT savadlığı. Rəqəmsal savadlıqda. Yəni, cavab verdiniz müəllimlər, əli aktiv edin, zəhmət olmasa. Cavab verəndən sonra əli aktiv edin. Sonra zəngin lüğət ehtiyatı Abbasova. Zəngin o savadlıq kompetensiyasındadır. Savadlıqdadır, bəli. Kifayət qədər lüğət ehtiyatı. O çox dil bilmək kompetensiyasındadır. Bəli. Statistika, diaqram, qrafik bunlardan yerində istifadə edə bilmək. O riyazi şeydə, hesablamada. Riyazi elmi texnoloji mühəndisi. Riyazi səsin desəz bəsdir, uzun deməyə ehtiyac yoxdur. Bəs desəm ki, tikinti, tikmə, qurma, körpü, tunel, bina bunların inşası ilə bağlı olsa, O sahibkarlıqdır. Yox, bu mühəndislik hissəsinə aiddir bunun. sahibkarda nə deyirik? Maliyyə, işə götürən işçi, uzaq görən olmaq, yatırım eləmək, empatiya. Empatiyada başqasını başa düşməkdir, başqasının yerinə özünü qoya bilmək deməkdir, müəllimlər. Onu sahibkarlıqda götürə bilərik müəllim. Empatiyanı bəli, yeri gələndə onu sahibkarlıqda götürə bilərik. Niyə? O sahibkara niyə aidiyyatı olur ki? O Niyə ki, sosial. bəs sahibkar yeri gələndə işçinin başa düşməməlidir? Hə, elə. Mən dedim bəlkə o şəxsi sosialdadır. Şəxsi sosialda da işlənə bilər. İndi nümunə kimi orada yazıb, siz soruşdunuz ki, niyə orada işlənə bilər? Yəni, o baxımdan işlənə bilər. Şəxsi sosialda da yer gəlsə işlənə bilər, niyə də işlənə bilər? Sonra, əgər gender bərabərliyi desək, gender bərabərliyini harada qeyd edək? Gender bərabərliyini Fəal vətəndaş. Gender, fəal vətəndaş. Təkrarən deyəcəm müəllimlər, bu yaddaşınızda artıq həkk olsun. Gender bərabərliyi hardadır? Fəal vətəndaş mövqeyində. Transformasiyanı harada qeyd elədik? onda Sahibkarlıqdadır. Əgər dini dözümlülük nümayiş etdirmək, başqalarının mədəniyyətinə, başqasının adət-ənənəsinə hörmət o etmək, mədəni məlumatlıqdadır. mədəni məlumatlıq olacaq. Nitqi daha pozitiv, daha ifadəli, qarşı tərəfin Savadlılıqda. savadlılıqda olacaq. Yeni dil öyrənmək istəyi desəm, O da çox dil bilməkdədir də. o da bəli, çox dil bilməkdədir. Tamam, hələ ki sizdə bu Ay müəllimə, siz bayaq o dediyiniz genderi biz fəal vətəndaşa dedik. Və o birini nəyə? transformasiyanın sahibkarlığı. Transformasiya, sahibkarlıq. Yaxşı. Üzr istəyirəm. Gender bərabərliyi qadınla kişinin hüquqlarının bərabər olmasıdır. Bu fəal Cəmiyyətlə vətəndaşlıq bağlı. biraz mənə Yəni- çatmadı. Ona görə Niyə fəal fəal vətəndaşlıq vətəndaş mövqeyi nədir? Vəzifədən, hüquqdan söhbət gedir. Yəni burada üzr istəyirəm, başa düşdüyüm bir dildə mən formalaşdırım. Yəni rəhbər işdə olan şəxs
işində misal üçün qadına, kişi ilə hamıya bərabər hüquqda baxmalıdır. Çox güman ki, fəal vətəndaş da bunu nəzərdə tuta bilər də. Yox, elədir də, yəni hər kəs cəmiyyətdə bərabərdir. Bir də müəllim, burada mənə bir maraqlı bir gəldi, sual yadımdan çıxmamışdı. Burada dil bilmə bacarığı var, bir də çox dil bilmə bacarığı var. Dil bilmə bacarığı tutaq ki, 8A sinifində oxuyan Fuad ingilis dilini bilir. Bu savadlıq kompensasiyasına aiddir. Amma tutaq ki, savadlıq da dil bilmə bacarığı. Tutaq ki, 8B-də oxuyan hansısa bir şagird 3 dil bilir. Bu çox dil bilmə bacarığı. Yox, orada bir dildən, iki dildən söhbət getmir. Çünki burada dil bacarığı da var, burada da çox dil bilmə bacarığı var. Sənin öz dilindən söhbət gedir. Bax, mənim Azərbaycan dilindən gedir. Azərbaycan dilindən şəxs var ki, sözü bildiyi kimi yazır da. Məsələn, müəllim deyir, elə müəllim də yazır, amma onun yazılışı fərqlidir. Axı o deməli savadlıq kompensasiyası zəifdir. Amma onu çevirəndə ingilis dilində artıq çox dil bilmək. Aydın oldun ki, yəni öz dilini tələbə bilmək, qrammatikasını ləhsədən etməkdən cavab vermək. Səsiniz qırılır. Yəni, baxın, əgər öz dilimdə bilməkdən söhbət gedirsə, bu savadlılıqdır. Xarici dillərdə söhbət gedir. Heç nə işdə bilmirəm. Səsiniz çox qırılır. Yəqin ki, başa düşdünüz nə demək istədiyimizi. Bir də müəllimlər, xahiş edirəm, suallarınızı bir qırağa qeyd edin, dərsin axırına saxlayın. Çünki biraz bizim sual-cavab baxımından sayımız çoxdur. Ona görə. 2-yə böləndə qrupu sərf eləmir, belə olanda biraz ki, ona görə nəzərə alaq. Gülyanaq, deyin gəlsin bizə 21-ci əsr bacarıqları Gülyanaq xanım. Təşəkkür edirəm müəllimə, başa düşdüm. Salam. Mən danışım. Bəli, bəli. Həyat və karyera bacarığı, öyrənmə, innovasiya bacarığı, bu 4K-dır. Kritik, kreativ, kommunikasiya, kooperasiya, bir də informasiya, media texnologiya, bu da İKT bacarıqları. Aysa, bu da İKT bacarıqlardır. Hansı kompensasiyada biz bəhs edirik sosial şəbəkələrdən etik qaydalar çərçivəsində istifadə etmək? Sosial şəbəkə isə rəqəmsaldır da. Rəqəmsal savadlıqdır. Bəs hansı kompensasiyada biz emosiyaları idarə etmək, çətinliyi nöqtəsindən gəlmək, karyeranı idarə etmək, bunlardan bəhs edirik? Sosial öyrənmək. Şəxsi sosial öyrənməkdir. Əgər desəm ki, yeni dil öyrənməyə maraqlı olmaq, başqalarının ana dilinə hörmət, funksional qrammatika, bu hara daxil olacaq? Bu çox dil bilməkdir. Çox dil bilmək. Yeri gələndə yazıcı, yeri gələndə natiq, yeri gələndə dinləyici ola bilmək bacarığı. Bu savadlılıq olar da. Savadlılıq olar, bəli. Bəs hansı kompensasiyamızdır ki, bu kompensasiyada biz qeyd elədik, empatiya, uzaq görən olmaq, maliyyə, transformasiyadan söhbət edirik. Sahibkarlıqdır bu. Bu da sahibkarlıq olacaq. Yaxşı, müxtəlif təşkilatlardan, cəmiyyət, gender bərabərliyi desəm, vətəndaş dövlət münasibətləri desəm, vətəndaş mövqeyidir bu. Vətəndaş mövqeyi olacaq. Bəs hansı kompensasiyamızdır ki, bu kompensasiyada dünyaya açıq olmaq, fərqli dinlərə hörmət göstərmək, digərlərinin mədəniyyətinə hörmət eləməkdən söhbət gedir? Mədəni məlumatlıqdır. Aha, deməli dünyaya açıq olmaq da müəllimlər bunu bir daha diqqətlə çatdırıram. O da mədəni məlumatlığın tərkibinə daxildir. Nə oldu? Dünyaya açıq olmaq. Yəni o mədəniyyətlərə açıq olmaq, yadda saxlayın. Hələ ki sizdə bu qədər. İbrahim Babayev, 21-ci əsr bacarıqları istiqamətdə. Həyat və karyeradır müəllimə. Sonra öyrənmə, innovasiya, bir də informasiya, media. Bu kompensasiyalardan hansı kompensasiyadır ki, yeri gələndə biz dedik dinləyici olmaq, yeri gələndə oxucu olmaq, yeri gələndə natiq olmaq, bunun tərkibində savadlıq müəllimə, savadlıq. Bu savadlıq olacaq. Hansı kompensasiyamızdır ki, elmi mütləq şəkildə tədqiqata dayanmalı olduğundan söhbət gedir? Elmin müxtəlif şəkildə tədqiqata dayanmalı. Elmdən söhbət gedirsə hansı riyazi elmi mühəndislik deməli. Kompensasiyası olacaq. Yaxşı, kifayət qədər lüğət ehtiyatı. Çox dil bilmək. Bəs zəngin lüğət ehtiyatı?
Savadlı olacaq da müəllimə. Savadlı olacaq. Hansı kompetensiyamızdır ki, bu kompetensiyada biz qeyd etdik ki, gender bərabərliyindən söhbət gedir, cəmiyyət, dövlət münasibətlərindən söhbət Vətəndaşlıq müəllimə. vətəndaş mövqeyində, düzdür. Hansı kompetensiyada dünyaya açıq olmaqdan söhbət gedir? Müxtəlif dinlərdən söhbət gedir. Mədəni məlumatlı, İşə götürən işçi münasibətləri, transformasiya, sahibkarlıq. bu sahibkarlığın tərkibində olacaq. Emosiyalarını idarə etmək, özünü stabil saxlamaq, karyerasını idarə etmək, O da sahibkarlıq müəllimə. öz deyirəm, öz. Ha, özü deməm, şəxsi sosialdır. Sağ ol. Şəxsi sosial öyrənməyi deyirəm ki, emosiyamı idarə etmək. Sağlam həyat tərzi keçirmək də hətta bura daxildir. Yeni Bəli, dil öyrənmək istəyi desəm, Çox dil bilmək. çox dil bilmək də olacaq. Rəqəmsal alətlərdən və yaxud da ki, sosial şəbəkələrdən etik qaydada istifadə edə bilmək. Rəqəmsaldır müəllimə, rəqəmsal. Rəqəmsal. Kərimova, Güney. Hə. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir. Güney xanım 21-ci əsr bacarıqlı. 3 istiqamətdədir. Həyat və karyera, öyrənmə və innovasiya, üçüncü necə idi? Üçüncü texnologiya, media, İnformasiya, media, texnologiya, bacarıq. texnologiya. İndi bu kompetensiyalardan hansı kompetensiyada biz qeyd elədik ki, sağlam həyat tərzi keçirməkdən söhbət gedir. Öyrənmə, şəxsi sosial. Adlarım biraz tam seçirəm qeyd yadımda. eləyə bilərik ki, öyrənmək kompetensiyası. Bəs Evet. hansı kompetensiyada biz qeyd etdik ki, statistika, diaqram, bunlardan bəhs olunub. Riyazi elmi. Texnoloji savadlıq və rəqəmsal savadlıq. Bunların fərqi. Rəqəmsalda İKT bacarıqlarıdır. İKT-yə aid telefon, planşet belə qurğulardır. Amma texnologiyada gündəlik həyatda istifadə olunacaq qurğularla bağlıdır. Paltariyam, tosturam belə. Bəli, daha çox texnoloji avadanlıqlarla bağlı olur. Yaxşı, biz qeyd elədik ki, yeri gələndə işgüzar üslub, yeri gələndə rəsmi üslub, yeri gələndə məişət üslubundan istifadə etmək hansı kompetensiyanın tərkibindədir? Savadlılıq. Savadlıq kompetensiyası. Yeni dil öyrənmək istəməyə maraqlı olmaq. Çox dil bilmək. Bu da çox dil bilməyin. Dünyaya açıq olmaq. Din, tolerantlıq. Mədəni məlumatlıq. Da olacaq, bəli. Yaxşı, hansı kompetensiyada transformasiyadan söhbət gedir? Transformasiyadan bayaq dediniz, unutdum. Sahibkarlıqda. Sahibkarlıqda. Bəs kütləvi informasiya vasitələrinin demokratik cəmiyyətdə rol oynadığını bilmək desəm, demokratiya, cəmiyyət hardaydı bu? Bu da Fəal vətəndaş mövqeyindədir, bəli. Biraz diqqətli olsaq, müəllimlər, yəni görürük ki, əzbərləməyə ehtiyac yoxdur. Məntiqlə də, onu fikirləşməklə də rahatlıqla tapmaq olur. Sonuncu sualınızı zəhmət olmasa bir də təkrar edə bilərsiniz. Hansı? Deyirəm, kütləvi informasiya vasitələrinin demokratik cəmiyyətlərdə rol oynadığını anlamaq, başa düşmək, fəal vətəndaş. Bəli. Belə, sizlə bu qədər. Baxaq görək burada kimlər var. Qardaşova Pərvin. Pərvin xanım, eşidirsiniz bizi? Axşamınız xeyir. Bəli, eşidirəm. Axşamınız xeyir. Nitqi pozitiv şəkildə qarşı tərəfi ələ ala bilmək. Məsələn, şagirdlərin diqqətini. Savadlılıq kompetensiyası. Zəngin lüğət ehtiyatı, kifayət qədər lüğət ehtiyatı desəm. Zəngin lüğət ehtiyatı deyiriksə savadlılıqdır. Kifayət qədər lüğət ehtiyatı deyiriksə çox dil bilmək kompetensiyasıdır. Samsunglar, zəhmət olmasa kimlər cavab verəcək Samsunglar, qrupdan olan Samsunglar. Qrupa adınızı yazın, qrupun özünə yazın adınızı. Çünki adlar bənzərdir, mən bilmirəm kimdir. Ya növbəti dəfə qoşulanda adınızı yazın, ya da elə hər dəfə qoşulanda qrupa adınızı yazanda mən müraciət edəcəm. Sonra biz qeyd elədik ki, deməli, cəmiyyət dövlət münasibətlərindən harda söhbət gedir? Vətəndaş kompetensiyası. Vətəndaş mövqeyində, bəli, məqsədə çatmaq üçün israrlı olmaq, məqsədə çatmaq üçün əlin. Sahibkarlıq kompetensiyası. Bax, öz məqsədimdə. Öz məqsədimiz isə bu şəxsi, sosial və öyrənmək kompetensiyası. Sahibkar biraz gəlirlə bağlı olur ki, məsələn, pul gətirəcək bir layihəm var, onu həyata keçirmək üçün israrçı olsam, onda empatiya desəm, strateji düşünmək desəm,
Bunlar Komanda sahibkarlıq, Ay, sağ ol. sahibkarlıqdadır. Bəli. Gender bərabərliyi Gender bərabərliyi fəal vətəndaş mövqeyində. fəal vətəndaş mövqeyində. Dünyaya açıq olmaq, müxtəlif dinlər, müxtəlif Bu mədəniyyətlər. mədəni məlumatlılıqdır. Mədəni məlumatlılıq. Bu da mədəni məlumatlıqda olacaq. Biz daha çox nədən kənarda qalmışıq. Məsələn, dilin müxtəlif üslubları haqqında məlumatlı olmaq desəm, Bu savadlılıq kompetensiyasıdır. savadlıqdadır, bəli. Tamamilə. Əgər xarici dilində deyiriksə, onda çox dil bilmək. Xarici dildə deyilsə, bu çox dil bilmək olacaq. Yaxşı, biz qeyd elədik ki, hansı kompetensiyamızdır ki, bu kompetensiyada bu sosial şəbəkələrdən etik qaydalar çərçivəsində istifadə etməyi bacarmaq var. Sosial şəbəkədirsə, Sosial şəbəkə Sosial- harda olur? İKT-dir də. İKT harda? hə, Burada bu rəqəmsal savadlılıq. Hələ sizlə bu qədər. Teymur Pirməmmədov deyin gəlsin bizə 21-ci əsr bacarıqları. Həyat və karyera, öyrənməyi və innovasiya, informasiya, media və texnologiya. İKT. Zəngin lüğət ehtiyatı, kifayət qədər lüğət ehtiyatı. Bunlardan hansı harda işlənir? Zəngin lüğət ehtiyatı olur savadlı, kifayət qədər isə olur çox dil bilmək. Kifayət qədər olanda da olur çox dil bilmə. Bəs yaxşı, müəllimlər cavab verdi, zəhmət olmasa əl işarəsini qaldırın. Biz görək ki, kimlər cavab verib, kimlər qalıb. Yaxşı, əgər mən qeyd eləsəm ki, statistika, diaqram, qrafik, cədvəl, bunlardan bəhs eləsək, Riyazi, elmi və texnoloji. işə götürən işçi münasibətləri, uzaq görən Sahibkarlıq. olmaq, yatırım eləyə bilmək, gender bərabərliyi hardadır? Gender bərabərliyi isə fəal vətəndaşdan. Yaxşı, mən qeyd eləsəm ki, şəxslərin, qrupların, təşkilatların, cəmiyyətin, iqtisadiyyatın, mədəniyyətin əsas anlayışları haqqında məlumatlı olmaq. Mədəni məlumatlı. Cəmiyyət deyirəmsə, cəmiyyətdə dövlət Cəmiyyət olur və fəal fəal vətəndaş mövqeyi. vətəndaş mövqeyi. Bəli, bəli. Beynəlxalq müstəvilərdə məsələlərə yanaşmaq. Beynəlxalq müstəvi, bu da olur elə. Bu Fəal olur vətən- mədəni məlumat. Fəal Yox, vətəndaş. düz demişdim. Beynəlxalq müstəvidə hər hansı Bəli. məsələyə yanaşmaq. Beynəlxalqlıqdan söhbət gedirsə, o da hara daxil Məsələn, olacaq? toplum dedikdə fəal vətəndaşa daxil olur, da, Bəli. ümumiyyətlə cəmiyyətə. Toplum əhali dedikdə Bəs mədəni məlumatlıqda mən deyə bilərəm, dünyaya açıq olmaq, mədəniyyətlərə hörmət etmək, adət-ənənələrə hörmət etmək. bu olur mədəni məlumatlıq olur da. Bəli, bəli. Əgər qeyd eləsəm ki, təbiətin, dünyanın əsas prinsipləri, elmin, texnikanın, texnologiyanın insan fəaliyyətinə təsirini anlamaq, bu hansı kompetensiyada Bu olacaq? texnoloji, Texnoloji. Müxtəlif mətn tiplərindən, müxtəlif üslub tiplərindən istifadə edə bilmək. savadlıq, Bu da savadlıq kompetensiyası oldu. bəli. Qurbanova Nigar. Salam, axşamınız xeyir. Axşamınız xeyir. Texnoloji və rəqəmsal savadlığı fərqləndirir bizə. Texnoloji, rəqəmsal savadlıq İKT, texnoloji, Gündəlik həyatla, texnologiyalarla bağlıdır. bəli, texnologiyalarla bağlı. Deyirəm, özüm haqqında düşünmək, məlumatlı olmaq, vaxtı idarə etmək, emosiyanı idarə etmək, bu hansı kompetensiyanın tərkibi? Savadlıq, Özüm. özüm haqqında Öyrənmək. şəxsi sosial öyrənmək. Hə, Özümlə bağlıdırsa, şəxsimlə bağlıdır. şəxsi, bəli. Ay, sağ ol. Bəs hansı kompetensiyada zəngin lüğət ehtiyatı, hansı kompetensiyada kifayət qədər lüğət ehtiyatından söhbət gedir? Savadlıq, Savadlıqdadır. Bəs kifayət qədər olanda, zəngin olanda savadlıqdadır. Kifayət qədər olanda çox bilmək, çox dil çox bilmək. dil bilmə, bəli. Bəli. Dünyaya açıq olmaq desəm, Mədəni məlumatlılıq, mədəni məlumatlıq, transformasiya, transformasiya, vətəndaş mövqeyi, vətəndaşlıq kompetensiyası. transformasiya yox. O gender bərabərliyi, Transformasiya rəqəmsal. sahibkarlıq. Hə, transformasiya. Sahibkarlıqdan başqa hamısı sayıldı. Sonra Hə, bəs hansı kompetensiyadır ki, müxtəlif üslublardan, müxtəlif mətn tiplərindən istifadə edə bilmək bu kompetensiyanın tərkibinə daxildir? müxtəlif, savadlılıq da.
Savadlıq kompetensiyası olacaq, bəli. Əgər xarici dillərdə ünsiyyət desək, Çox dil bilmək. bu da dil bilməyin tərkibinə daxil. Bəli. Statistika, diaqram, qrafik. O riyazi elmi mühəndislikdə bu qrafiklər. Aydın. Digər qrupdan olan müəllimlər əli qaldırın. İsmailova Nərmin tarixçi buradadır. Axşamınız xeyir müəllimə, bəli. Axşamınız xeyir. 21-ci əsr bacarıqları hansılardır? Karyera bacarıqları, öyrənmə, innovasiyalar, bir də İKT, texnologiyalar da belə, media, texnologiya, İKT. Zəngin lüğət ehtiyatı, kifayət qədər lüğət ehtiyatı. Bunlardan hansı? Kifayət qədər lüğət ehtiyatı müəllimə savadlılıqdır. Zəngin lüğət ehtiyatı çox dil bilmək. Zəngin olanda da çox dil bilməyə daxildir. Hansı kompetensiyamızda biz rəqəmsal alətlərin xüsusiyyətini bilməkdən bəhs edirik? Rəqəmsal alətlər deyəndə məsələn kompüter, telefon, planşetsə bu İKT bacarıqlarıdır. Bəli. Gələcəklə bağlı plan qura bilirəmsə, bəs əgər karyeramı idarə edə bilirəmsə, kollektiv... O müəllimə metakognitiv biliyi olduğuna görə o şəxsi sosial öyrənmək. Sosial, bəli, öyrənmək kompetensiyasıdır. İşə götürən, maliyyədən bəhs edirəmsə, o sahibkarlıqdır. Sahibkarlıqdır. Transformasiyanı harda qeyd elədik? O da sahibkarlıqda dedik. Yəni başqasının üzərinə köçürtməkdir da trans. Yəni öz fikirlərimi başqasına yeridirəm, qəbul elətdirirəm. Liderlik bacarığıdır, bu sahibkarlıq. Bəs əgər qeyd eləsək ki, gender bərabərliyi fəal vətəndaş mövqeyi. Fəal vətəndaş mövqeyindədir. Mədəni məlumatlıqda mən deyə bilərəm, dünyaya açıq ola bilmək. Bəli, dünya xalqlarının belə deyək də mədəniyyətini bilmək, hörmətlə yanaşmaq, multikulturalizm. Hansı kompetensiyamızdadır ki, bu kompetensiyada biz məsələn fizikanın qanunları, nəzəriyyələr haqqında bəhs edə bilərik, təbiət qanunları. O mənim elmlə bağlı olduğuna görə riyazi elmi. Yəni ümumiyyətlə tutaq ki, məsələn tutaq ki, Newtonun başına alma düşmüşdü, onu biz elmi cəhətdən əsaslandırırıqsa, bu riyazi elmidir. Yəni o almanın düşməsinin səbəbini öyrənmək. Mütləq baş verən hər bir hadisənin bir səbəbi var. Yəni onu öyrənirsə, elmi cəhətdən araşdırırsa, bu riyazidir. Bəs yaxşı, texnoloji rəqəmsalı necə fərqləndirir? Texnoloji rəqəmsalı. Rəqəmsal deyəndə İKT bacarıqlarıdır. Məsəl üçün düzgün şəkildə istifadə etməkdir də texnologiyalar. Belə deyim, kompüterdən, məsəl üçün planşetdən düzgün şəkildə istifadə edirəmsə, bu rəqəmsaldır. Amma yox, paltar yuyanda, toz soğuranda bunlar texnikadır. Həyatımızı asanlaşdıranlar. Mən dərs üçün istifadə edeyim, iş üçün istifadə edeyimsə, bu rəqəmsal savadlıq. Bəli. Dərs üçün. Amma ikincisi dediyimiz kimi bəli, texnoloji savadlıq olacaq. Sizlə bu qədər. Bizim Samsunglara baxaq bir saniyə. Tahirə Əliyeva. Deyin gəl. 21-ci əsr bacarıqları hansılar olacaq? 21-ci əsr bacarıqları həyat və karyera, öyrənmə, innovasiya, informasiya, media, texnologiya. Media, texnologiya. Hansı kompetensiyamızdır ki, bu kompetensiyada rəqəmsal alətlərin xüsusiyyətini bilməkdən bəhs olunur? Rəqəmsal alətlər deyəndə riyazi. Ağzımda o boyda rəqəmsal deyirəm. Rəqəmsal savadlıq kompetensiyası. Rəqəmsal savadlıq, bəli. Pozitiv şəkildə, uyğun şəkildə ifadə edə bilmək, müxtəlif mətn üslublarından istifadə, zəngin lüğət ehtiyatı desəm. Savadlıq kompetensiyası. Kifayət qədər lüğət ehtiyatı. Çox dil bilmə kompetensiyası. Çox dil bilmək. Bəs hansı kompetensiyada öz bacarıqlarını müəyyən edə bilmək, səbirli olmaq, stresə dayanıqlı olmaq, şəxsi sosial kompetensiya. Gender bərabərliyini harda qeyd edək? Fəal vətəndaş kompetensiyasında. Aha, transformasiya. Sahibkarlıq. Sahibkarlıqdır, bəli. Sonra harda biz qeyd elədik ki, məsələn, kütləvi informasiya vasitələrinin demokratik cəmiyyətlərdə rol oynadığını bilmək. Fəal vətəndaş kompetensiyasında. İdeyaları, fikirləri müxtəlif mədəniyyətlərə uyğun şəkildə ifadə edir. Mədəni məlumat. Pozitiv qarşı tərəfin diqqətini özünə çəkə bilmək desəm.
Bu hansı kompetensiyadadır? O da Çox dil bilmək. Qarşı tərəf Savadlı. demədim ki, xarici dildə desəm, hə, xarici dildə onda Hə. deyil. Kəmalə xanım, 21-ci əsr bacarıqları. Qrupa adını yazan Kəmalə xanım. Öyrənmə və innovasiya, informasiya, media, texnologiya, həyat və karyera. Həyati və karyera bacarıqları. Düzdür. Rəqəmsal və texnoloji savadlığı necə fərqləndirir Kəmalə xanım? Rəqəmsal deyəndə İKT, texnoloji deyəndə gündəlik məişətdə istifadə edən avadanlıqlar, məsələn, toz-soran, paltar yuyan, texnologiya. Baxaq görək, burada əsas bizim yadımızdan çıxan. Məsələn, desəm ki, mən öyrənməyin yolunu axtarıram, stressə dayanıqlıyam, təzyiqə dayanıqlıyam. Bunu harda qeyd edirəm? Şəxsi sosial Bəli, öyrənmə, orada öyrənməyin yolunu axtarmaq müəllimlər elə adından göründüyü kimi öyrənmək. öyrənmə kompetensiyasıdır. Bəli, bəli. Deməli, əgər qeyd eləsəm ki, başqaları ilə müzakirə aparmaq, riski nəzərə almaq, komandada işləmək, maliyyə savadlığı nümayiş etmək. Sahibkarlıq. Ay, sağ ol, sahibkarlıq olacaq. Burada indi görək nə qaldı. Müxtəlif mətn tiplərindən istifadə etmək. Savadlıq. Savadlıqdır, bəli. Yeni dil öyrənmək istəməkdə maraqlı olmaq, başqalarının ana dilinə hörmət Çox dil etmək. bilmək. Ay, sağ ol, çox dil bilməkdir. Elmi mütləq şəkildə tədqiqata dayanmalı olduğunu bilmək desəm. Elmi desək, açar söz kimi var da, burada riyazi elmi mühəndislik. Mən nəzəriyyələri də elmi texnoloji kompetensiyanın tərkibinə daxil edə bilərəm, daha çox elmin tərkibinə. Necə? Nəzəriyyəni? Nəzəriyyələri həmin kompetensiyanın tərkibinə daxil edə bilərəm, elmi hissəsinə. Deyirəm, mənəvi. Bəli, eləmək olar. Bəli. Statistika, diaqram, qrafikdən bəhs ediriksə, riyazi elmi mühəndislik. Riyazi elmi mühəndislik kompetensiyasını qeyd edir. Onun da riyazi hissəsinə, bəli. Yaxşı, demək, bunu soruşduq. Ölçü, ədəd, quruluş, bunlardan söhbət gedirsə, riyazi elmi. Riyazi elmi mühəndislik sizdə də bu qədər. Ruhiyyə xanım. Axşamınız xeyir. Axşamınız xeyir. Dedi 21-ci əsr bacarıqları hansılar oldu? Həyat karyera bacarıqları, innovasiya bacarıqları, İKT, bir də informasiya, media, texnoloji bacarıqlar. Dilin, ana dilində dilin funksiyaları haqqında məlumatlıq, funksional qrammatika, bədii ədəbiyyatla tanışlıq desəm? Savadlılıq. Bəli, ümumiyyətlə ədəbiyyatdan, ədəbiyyatla tanışlıqdan, sizin dünya görüşünüzdən söhbət gedirsə, müəllimlər, Bəli, savadlılıq dünya görüşündən, bəli. Bu savadlıq olacaq, düzdür. Gələcəklə bağlı plan qurmaq, emosiyanı idarə edə bilmək, çətinlikdən çıxmaq, öyrənməyin yollarını araşdırmaq desəm. Bu öyrənmək kompetensiyasıdır. Bu öyrənmək kompetensiyası olacaq, düzdür. Bəs hansı kompetensiyada biz qeyd elədik ki, transformasiyadan söhbət gedir? Sahibkarlıqda. Burada sahibkarlıqda transformasiyada. Gender bərabərliyi desəm, kütləvi informasiya vasitələrindən söhbət. Vətəndaşlıq kompetensiyasında bəhs olunur. Fəal vətəndaşlığı qeyd etmək. Fəal vətəndaşlığı qeyd etmək. Biz rəqəmsal və texnoloji savadlığı necə fərqləndirək? Rəqəmsal əsasən bu kompüterlər, İKT bacarıqlarda, amma texnoloji bu işdə, yəni ətraf evdə belə əsas istifadə etdiyimiz necə deyim, texnoloji işimizi rahatlayan. İşimizi rahatlayan, bəli. Sonra biz qeyd elədik ki, ölçü, ədədlər, əməllər, qrafik, statistika. Əgər ölçü, qrafik desə, o riyazidir, riyazi elmidir. Rəqəmsal alətlərdən etik və yaxud da ki, sosial şəbəkələrdən etik çərçivədə istifadə edə bilmək desəm? O rəqəmsal savadlılıqdır. Rəqəmsal savadlılıqdır, düzdür. Yeni dil öyrənmək istəyi? Yeni dil öyrənmək çox dil bilməkdir, amma zəngin lüğətə, yəni hər tərəfli biliyə malik olma savadlılıqdır. Hər tərəfli biliyə malik olmaqda da savadlılıqdır. Hələ ki, sizdə də bu qədər Əsgərova könül. Salam, mən eşidirəm. Deməli, deyin gəlsin, bizdə 21-ci əsrdə hansı bacarıqlarda? Cavab verdiniz, müəllimlər, əli aktiv edin. Hansı bacarıqlardan söhbət gedir? Həyat, karyera, öyrənmə, informasiyadır, innovasiya, sonra informasiya, texnoloji, media.
Yaxşı, Samsunglardan heç kim qalmadı ki, bax qalmısınızsa adı fərqli olan müəllimlər. Yəni uzun yazılır, adı oxumaq olmur və yaxud da bilmirsən kimdir. Onlar mütləq adınızı qrupa yazın. Siz mənə zəngin lüğət ehtiyatı, kifayət qədər hara aid Zəngin savadlılıqda olur. Oradakı kifayət qədər də çox dil bilməkdə. aydındır. Statistika, diaqram, qrafik desəm. O riyazi elmi savadlıqda. Aha, binanın, məsələn, bina tikilişindən söhbət gedir, O mühəndislik olacaq, texnoloji mühəndislik. uzaq görən olmaq, layihələrdə iştirak eləmək və layihəni həyata keçirmək, yatırım eləmək, işə götürən Sahibkarlıq kompetensiyası. Cəmiyyət dövlət münasibətləri, beynəlxalq müstəvilərdə Fəal vətəndaş mövqeyi olacaq burada. vətəndaş mövqeyidir. Düzdür. Kompromisə getmək, öyrənməyin yollarını axtarmaq, emosiyalarını Öyrənmək, şəxsi sosial öyrənmək. Ay, düzdür. Əgər dünyaya açıq olmaq desəm, digər xalqların mədəniyyətini, Mədəni məlumatlıq, müxtəlif mətn üslublarından istifadə etmək, bədii ədəbiyyatla savadlılıq olacaq. savadlıq olacaq. Funksional qrammatika xarici dillərdə desəm. Funksional qrammatika nə? Xarici dillər. Məsələn, ingilis dilinin qrammatikası. Hara aid olacaq? Çox dil bilməkdir. Hə, çox dil bilmək bilmir. Funksional qrammatika əgər Azərbaycan dilində olsa, o artıq savadlıq. Sonra rəqəmsal savadlıq biz deyə bilərik İKT, rəqəmsal alətlərin xüsusiyyətləri, işlənmə qaydaları, işlənmə mexanizmi, rəqəmsal savadlıq kompetensiyası. İKT var, İKT, planşet, telefon, proqramlar bunlar rəqəmsala aiddir. Aydındır. Nəzəriyyələri hara daxil edə bilərik? Nəzəriyyələr isə riyazi elmiyə aid etmək olar. Səs gəlmədi müəllimə. Düzdür. Hə. Qurbanova Ayna. Yaxşı, sağ ol. Ayna Qurbanova. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir. Deyin bizə gəlsin. Gələcəklə bağlı plan qurulsa hansı kompetensiyaya daxildir? Gələcəklə bağlı qurursa şəxsi sosial. Şəxsi sosialdır, bəli. Əgər zəngin lüğət ehtiyatı desəm? Zəngin lüğətdirsə bu savadlıq müəllimə. Etnik qrupların, azsaylı xalqların dillərinə hörmət desəm? Bu mədəni məlumat. Mədəni məlumatlıq yoxsa dil deyirəm, dil. Din demirəm. Hə. Ünsiyyət nədir? Çox dil bilmir. Çox dil bilmir, bəli. Hə, çox dil bilmir, bəli. Əgər onların mədəniyyətinə, mətbəxinə, yaşayış Hə, bu mədəni məlumat. Mədəni. Transformasiya, şəkil dəyişməyi harda qeyd edilmişdir? Bu yəqin savadlılıqdır bunlar. Sahibkarlıq. Fəal vətəndaş mövqeyi desəm. Bəli, bəli. Fəal vətəndaş mövqeyində gender bərabərliyi deyə bilərəm mən? Bəli, müəllimə, fəal vətəndaş Gender bərabərliyi deyə bilərik, bəli. Hansı kompetensiyamızda biz qeyd elədik ki, ölçüdən, statistikadan, diaqramdan istifadə edirik? Riyazi müəllimə, riyazi. Bəli, bəs hansı kompetensiyamızda stresə dayanıqlı olmaq, bu şəxsi sosial. Müxtəlif mətn tipləri, müxtəlif üslublar, bədii ədəbiyyatla tanışlıq. Tanışlıq bu savadlılıq, savadlılıqdır, müəllimə, savadlılıq. Fundamental elmi konsepsiyalar bəs? Fundamental konsepsiyalar, bunlar O da elə elmin tərkibi. Elm, bəli. Lamiyə Quliyeva, deyin gəlsin, bizə kifayət qədər lüğət ehtiyatını harada qeyd elədik? Kifayət qədər lüğət savadlılıq kompetensiyası. Kifayət qədər. Hə, müəllim, çox dil bilmək, çox dil bilmək. Bəs zəngin olsa? Hə, zəngin olsa savadlılıq. Aha, mən indi gələcəklə bağlı plan qururam. Bu hansı kompetensiyası? Hə, şəxsi öyrənməyi öyrətmək bacarıqdır. Öyrənməkdir. Yaxşı, əgər uzaq görənəmsə, bir yatırım edirəmsə, cəsarətliyəmsə, sahibkarlıq. Əgər qeyd eləsəm ki, cəmiyyətin inkişafı naminə digər insanlarla əməkdaşlıq eləmək. Hə, öyrənməyi öyrətmək bacarığıdır, yoxsa? Cəmiyyətin inkişafı naminə, bax, cəmiyyəti harda qeyd elədik? Cəmiyyət. Fəal vətəndaş mövqeyində. O, belə deyim, aramızda çox bilən müəllim
Kimdir inciməsin məndən? Tez-tez çıxır, girir. Baxacağam o kimdir görək. Nə barədə sınaqlarda az yazar. Sonra gender bərabərliyini harda işlətdik? Fəal vətəndaş mövqeyi. Fəal vətəndaş mövqeyində, bəli. Əgər qeyd eləsək ki, digər xalqların mədəniyyətinə hörmət, tolerantlıqdan söhbət gedirsə, Mədəni məlumatlılıq. mədəni məlumatlılıqdır, bəli. Zəngin lüğət ehtiyatı desək, Hə, zəngin lüğət ehtiyatı deyirsə, aiddir savadlılığa. Kifayət qədər lüğət ehtiyatı deyiriksə, bu çox dil bilməyə aiddir. kifayət qədər deyəndə çox dil bilməyə daxildir. Transformasiya nə deməkdir ki? Necə? Bayaqdan deyirsiniz, sual verirsiniz, qulaq asıram. Transformasiya nəyə aiddir? İzah elədim də şəkil dəyişmək, bir öz ideyalarını başqalarının üzərində tərtib eləmək, bir də var ki, məsələn, hardasa hər hansı bir quruluşun loqonu fəaliyyətini, şəklini dəyişmək. Belə yadımda saxlayıram ki, transformasiya aiddir sahibkarlığa, amma mənasını dərk Şəkil eləmir. dəyişmədir. Şəkildə. Keçən dəfə demişdim, yəqin diqqətinizdən qaçıb. Ona görə müəllimlər izahları təhlil eləyin. Bəzən müəllimlər var PDF-dən əzbərləyib gəlir. Yəni ən azından izaha bir dəfə baxın. Yəni onsuz da mən elə uzun izahlar vermirəm sıxılmamanız üçün. Məncə baxmaq olar o izahlara. Sonra rəqəmsal alətlərin xüsusiyyətini bilmək. Rəqəmsala aiddir. Rəqəmsala aiddir. Əzizova Nuranə xanım, 21-ci əsr bacı. İnterpretasiya, o interpretasiya öz başa düşdüyün kimidir. Transformasiya ilə fərqlidir o. Transformasiya şəkil dəyişimi. Salam, axşamınız xeyir müəllim. Həyat və karyera, öyrənmə, innovasiya, informasiya, media, savadlılıq. İndi bizdə rəqəmsal və mən sual cavablarıma qulaq asıb müəllimə çox şey öyrənəcəksiniz, demirəm %100. Amma yavaş-yavaş testlərlə hər şey ümumi sınaqlar işləyəndə yerinə oturacaq. Rəqəmsal və texnoloji savadlıqları necə fərqləndirək? Rəqəmsal savadlıq demək İKT bacarıqdan, yəni kompüterdən, planşetdən istifadə etmək, riyazi isə hesablamaları. Bəs rəqəmsal? Rəqəmsal kompüterdən, planşetdən düzgün istifadə etmək. Bəs texnoloji soruşmalıyam, mediasını səhv soruşdum. Texnoloji nədir? Texnoloji savadlıq texnologiyadır. Məsələn, məişətdə istifadə etdiyimiz paltaryandır. Paltaryan maşınlardır. Ət çəkən, blender, toz soran, texnologiyadır. Təbii ki, yenə də əlavələr etmək olar. Gündəlik həyatda insanların işini rahatlaşdırır. Bu iş yerinizdə də ola bilər, evdə də ola bilər. Bax, bunlardır. Sonra, mənə nəyə deyəcəksiniz? Biz qeyd etdik ki, gələcəklə bağlı plan qurmaq. Şəxsi sosial bacarıqlar, kompetensiyalar. Şəxsi sosial öyrənmək. Gender bərabərliyi. Gender bərabərliyi fəal vətəndaş Fəal kompetensiyası. vətəndaş mövqeyi. Transformasiya. Transformasiya olsa sahibkarlığa aiddir. Transformasiya sahibkarlığa aiddir. Sonra dünyaya çıxış etmək və yaxud da ki, dünyaya açıq olmaq, mədəniyyətlər, adət-ənənə, bunlardan bəhs ediriksə, fəal vətəndaş mövqeyi kompetensiyası. Müəllimə. Bəli. Adət-ənənə. Adət-ənənə mədəni məlumatlılıq. Mədəni məlumat çatdırılır. Məlumat. Nitqin pozitiv olması, bədii ədəbiyyat, zəngin lüğət ehtiyatını harda qeyd elədik? Sahibkarlıq kompetensiyasında. Sahibkarlıq yoxsa savadlılıq? Savadlılıq kompetensiyasında qeyd etmişdik. Sonra hesablamaq, statistika, diaqram, qrafik, cədvəl, çertyoz, ölçü, bunları harda qeyd elədik? Riyazi savadlıqda. Nəzəriyyələrdən bəhs eləsək? Nəzəriyyə bu savadlılıq kompetensiyası olacaq. Nəzəriyyələr deyəndə elmidədir. Fiskalın qanunları, fundamental qanunlar, nəzəriyyə. Bir dəfə nəzəriyyə, elmi. Nəzəriyyə, elmi. Ola bilər mənəvi inkişaf nəzəriyyəsi və yaxud da Kolberg nəzəriyyəsi. Mən nəzəriyyənin adını verə, o elmdir. Nəzəriyyə, elm. Adda qalar. Bəli. Kifayət qədər lüğət ehtiyatını harda dedik? Kifayət qədər lüğət ehtiyatı çox bilmə kompetensiyası.
İsmailova Nərmin, fiziki tərbiyə müəllimi buradasınız. Bəli, axşamınız xeyir. Axşamınız xeyir. 21-ci əsr bacarıqları. Həyat və karyera, öyrənmə və innovasiya, informasiya, media, texnologiya. Hansı kompetensiyadadır ki, biz orada qeyd edirik ki, öz emosiyalarımı idarə etmək, təzyiq altında, stres altında işləyə bilmək, kollektivdə işləyə bilmək burada. Şəxsi sosial öyrənməyi öyrətmə. Öyrənmək. Zəngin lüğət ehtiyatı hardadır? Kifayət qədər lüğət ehtiyatı hardadır? Zəngin lüğət ehtiyatı savadlılıqdadır, kifayət qədər lüğət ehtiyatı çox dil bilməkdədir. Yaxşı, biz qeyd elədik hansı kompetensiyada ölçü, statistika, qrafik, cədvəl, ədədlər, əməllər bunlardan bəhs edə bilərik. Riyazi elm. Riyazi elmidədir, bəli. Rəqəmsal savadlılıq var, texnoloji savadlılıq var. Bunları necə fərqləndirir? Rəqəmsal savadlılıq, kompüter, planşet, telefon, bunları aidləmək olar. Texnologiya, paltar yuyan maşın, toz soğuran, ət çəkən. Yəni işimizi rahatlaşdıran nə varsa. Əşyalar. Bəli. Sonra biz qeyd elədik ki, əgər şəxs yeni dil öyrənməyə marağı varsa, istəyi varsa, bu hansı kompetensiyaya daxil olur? Çox dil bilməyə. Dünya görüşlə, ədəbiyyatla, nitqin pozitiv olmağı, zəngin olmağı, bundan söhbət gedərsə, savadlığın tərkibinə da işə götürən işçi münasibətləri, maliyyə savadlığı, risk götürmək, empatiya, sahibkarlıq, gender bərabərliyini harda dedik? Fəal vətəndaş. Fəal vətəndaş müxtəlif cəmiyyətlər, dünyaya açıq olmaq, müxtəlif mədəniyyətlərə hörmət desəm, dinlərə hörmət desəm. Mədəni məlumatlıq. Mədəni məlumatlığın tərkibində olacaq. Öyrənməyin yollarını araşdırmaq və yaxud da ki, aramaq desəm. Şəxsi sosial. O da şəxsi sosial öyrənməkdədir. Məsələn, fizikanın fundamental qanunları desəm, sonra desəm ki, təbiətin, dünyanın əsas prinsipləri, nəzəriyyələr. Bunlar da elmidə, yadda saxlayaq. Bəlkə sizdə bu qədər. İsayeva Nazlı xanım, Könül idi, hə? İsayeva Könül xanım idi. Bəli, müəllimə. Özü biləcək kimdir, hə? Deyin gəlsin, 21-ci əsr bacarıqları hansılardır? Deməli, həyat və karyera bacarıqları, öyrənmə, innovasiya, informasiya, yəni IKT bacarıqları daxildir. Texnologiyalar. Müxtəlif mətn tiplərindən istifadə etmək, zəngin lüğət ehtiyatı, funksional qrammatika, bu harda istifadə olunur? Savadlılıq kompetensiyasıdır. Yaxşı, deməli, növbəti, əgər qeyd eləsəm ki, rəqəmsal alətlərdən etik qaydada istifadə edə bilmək, bu hardadır? Rəqəmsal bacarıqlarda IKT-də. IKT-də olacaq. Gələcəklə bağlı plan qurmaq, sağlam həyat tərzi keçirmək desəm? Gələcək deməli bu olacaq şəxsi sosial öyrənmək kompetensiyasıdır. Yaxşı, biz qeyd elədik uzaq görən olmaq, cəsarətli olmaq, yatırım eləmək, maliyyə, işə götürən işçi münasibətləri. Sahibkarlığa aiddir. Sahibkarlıqdır. Öyrənməyin yollarını axtarmaq, qarşıma məqsəd qoymaq, məqsədə sağlam şəkildə çatmaq desəm. Öyrənməyin deyirəm yolunu aramaq, öyrənmək. Şəxsi, əgər münasibət varsa, yenə də ora aiddir. Şəxsi, sosial, gender bərabərliyi desəm. Bayaqlar siz onu hallandırdınız, vətəndaşlığa. Fəal vətəndaş, bayaq yox, bir dəqiqədə sonra 1 saat olacaq onu deyirəm. Fəal vətəndaş mövqeyi. Sonra statistika, diaqram, cədvəl, qrafik, bunlardan bəhs olub. Riyazi bilgiyə aiddir. Əgər nəzəriyyə desəm, fizikanın fundamental qanunları desəm, bunlar hara daxil olacaq? Yenə də həmin mövzudur, elmi mövzuya aiddir, riyazi elmi. Kifayət qədər lüğət ehtiyatı. Kifayət qədər çox dil bilməyə aiddir. Zəngin olanda harda dedik? Savadlılığa. Zəngin olanda da savadlılığa. Mədəniyyət, adət, ənənə, din, tolerantlıq, bunlardan harda bəhs edə bilərəm? Mədəni məlumatların geniş olmasındandır. Çox sağ olun. Əsgərova Gülnar xanım. Buyurun müəllim.
Müəllimlər, bir də kimlər qalıbsa, zəhmət olmasa, bəzən araya qarışırıq. Yavaş-yavaş qrupa da plus yazaq ki, heç kim yadımızda çıxıb qalmasın. Fəal vətəndaş mövqeyi deyəndə mən gender bərabərliyi var deyə bilərəm burada. Bəli, bəli, deyə bilərik. Bizim 21-ci əsr bacarıqlarımız hansılar oldu? Həyat və karyera, 4K bacarıqları, informasiya, texnologiya bunlardır. Aha, bəli. Bəs harda biz öyrənməyin yollarını aramaqdan, həyat boyu uğur qazanmaq üçün çalışmaqdan, Şəxsi öyrənmək. öyrənməkdir, düzdür. Transformasiya, Transformasiya, sahibkarlıq. sahibkarlıqda transformasiya, zəngin lüğət ehtiyatı, kifayət qədər lüğət ehtiyatı, Kifayət çox dildədir, zəngin savadlılıqdadır. zəngin savadlıqda olacaq, düzdür. Harda biz bədii ədəbiyyatdan, şifahi Savadlılıq. nitqdən, cavab verməyən müəllimlər yazsın, bilirsiniz. Cavab verənlərə ehtiyac yoxdur. Sonra biz qeyd elədik ki, bunu dedik, statistika, diaqram, fundamental elmi konsepsiyalar. Riyazi elmi budur, mühəndislik. Bəli, yaxşı. Biz qeyd elədik ki, rəqəmsal alətlərdən etik qaydada istifadə eləmək. Elə rəqəmsalın özüdür, rəqəmsal savadlılıq. Ad müəllimlər yanında plus yazın. Çünki bəzilərinizin adı səhv qeyd olunur. Dərsdən sonra düzəldir. Özünüz necə yazmışsınız, elə qeyd olunur. Sonra təşkilatlar, cəmiyyətlər, bunlardan söhbət getsə, kütləvi Fəal vətəndaş. Fəal vətəndaş. İşə götürən işçi münasibətləri desək, Sahibkarlıq deyəcək onu. sahibkarlıq. Ayşən Quluzadədir də yəqin. Ayşə, buradasınız? Bəli, bəli, baxışlarınız Ayşə xanım, axşamınız xeyir. 21-ci əsr bacarıqları hansılardır? Deməli, həyati bacarıqlardır, sonra öyrənmə, innovasiya bacarıqlarıdır, bir də informasiya, media bacarıqları. Narahat olmayın, heç kim kənarda qalmayacaq müəllimə. Axırıncı müəllimin cavab olmuş. Bəs emosional durumunu stabil saxlamaq, hədəfə çatmaq üçün əlimdən gələni eləyirəmsə, Bu öyrənməkdir. öyrənmək olacaq, bəli. Hansı kompetensiyada biz, məsələn, dilin, ana dilinin funksiyaları haqqında məlumatlıq, dilin müxtəlif üslubları, ünsiyyət haqqında məlumatlıyıqsa, bu kompetensiya deməli şəxsdə yerləşir. Savadlılıqdır. Texnoloji və rəqəmsal savadlılıq necə kompetensiyalar hesab olunur? Texnoloji, yəni bu elmi riyazi zat hesablamalardır, statistikadır, elmdə, texnologiya ilə bağlı yeniliklərdir. Bunlar hamısı elmi texnologiya gedir savadlığa. Elmi texnoloji gedir və texnologiya da gündəlik həyatla bağlıdır, düzdür. Biz qeyd elədik ki, gender bərabərliyi hardadır? Cəmiyyət. Fəal vətəndaş mövqeyi. Fəal vətəndaş mövqeyindədir. Uzaq görən olmaq, empatiyalı olmaq. Bu sahibkarlıqdır. Bu sahibkarlıqdır, bəli. Kimlər cavab verib əl işarəsini aktiv edin müəllimlər. Bəs harda dünyaya açıq olmaq, mədəniyyətlər, müxtəlif dinlərdən söhbət gedir? Bu mədəni müxtəliflikdir. Mədəni məlumatlıq, müxtəliflik də deyə bilərik keçmiş səriştə kimi. Yaxşı, növbəti bizə qeyd eləyəcəksiniz, elmin mütləq şəkildə tədqiqatı dayanıqlı olmağını bilmək, statistika, diaqram, cədvəl, qrafik, hesab, ölçü, əməl, bunlar hara daxildir? Riyazi elmi texnoloji. Mühəndislik deyəndə biz onu daha çox mühəndislik işləri ilə bağlı götürə bilərikmi? Bəli, bağlı götürə bilərik. Sonra fərdi kollektivlə işləmək, stressə dayanıqlı olmaq, səbirli olmaq, hətta məsuliyyətli olmaq hara daxildir? Bu da öyrənməkdir. Bu da öyrənməkdir. Sonra bir saniyə. Rəqəmsal biz qeyd eləyə bilərik, sosial şəbəkələrdən etik qaydada istifadə edək. Bəli, bəli. Bəlkə sizlə bu qədər. Arzu xanım, Səmədova. Deyin gəlsin bizə 21-ci əsr bacarıqları. Salam müəllimə. Həyat və karyera bacarıqlarıdır, informasiyadır, media bacarıqlarıdır, bir də ki, öyrənmə və innovasiya bacarıqlarıdır ki, innovasiyaya 4K bacarıqları da deyilir. Rəqəmsal savadlıq və texnoloji savadlıq, bunları necə fərqləndirək? Rəqəmsal savadlıq budur ki, əsasən İKT vasitələrindən istifadə edilməsidir, lövhələrdir, planşetlərdir, amma texnoloji savadlıq isə gündəlik həyatımızda istifadə olunur. Gündəlik həyatımızda istifadə olunur, düzdür.
Yaxşı, biz qeyd elədik ki, gələcəklə bağlı plan qurmaq, konfliktləri həll etməyi bacarmaq, bunlar hansı Bu kompetensiya? şəxsi sosial öyrənməyi öyrənmək bacarığı, kompetensiyası. ISO Pro adı ilə qoşulan kimdirsə qrupa yazar da. Fərqli adı ilə elə bilmirəm. Sonra, əgər məntiqi riyazi düşünmək, statistika, cədvəl, qrafikdən söhbət Bunlar gedir. riyazi texnoloji bacarıqları. Daha doğrusu kompetensiya. Zəngin lüğət ehtiyatı, kifayət qədər lüğət ehtiyatı Bu desək, savadlılıq kompetensiyası. savadlığa daxil olacaq. Hansı kompetensiyada gender bərabərliyi ilə söhbət gedir? O fəal vətəndaş mövqeyi. Hansı kompetensiyada transformasiyadan söhbət gedir? Sahibkarlıqdır. Nədir transformasiya? Transformasiya yəni dəyişmək. Dəyişməkdir. Bəs biz qeyd edə bilərik ki, uzaq görən olmaq, risk götürmək, bunlar da sahibkarlıq kompetensiyası. Onlar da bəli sahibkarlıq kompetensiyasına aid. Fundamental elmi konsepsiyalar, təbiətin dünyanın əsas prinsipləri desək, bunlar hər daxildir? Bunlar da elmi kompetensiya. Bunlar da elmi kompetensiyaya da. Yeni dil öyrənmək istəyi. Bu da çox dil bilmək. Oldu. Tükəzbən xanım 21-ci əsr bacarığı. Həyat və karyera bacarıqları, öyrənmə və innovasiya bacarıqları, informasiya, media texnologiya bacarıqları və ya İKT. Biz qeyd elədik ki, şifahi yazılı arqumentlərdən inandırıcı şəkildə istifadə edə bilmək, müxtəlif mətn tipləri. Bunlar hara daxildir? Savadlıq Bəli, kompetensiyası. arqumentdən istifadə edə bilmək müəllimlər, onlar savadlıq kompetensiyasıdır. Yeni dil öyrənmək istəyi, etnik qrupların, yəni azaylı xalqların dillərinə hörmət desəm, Yeni dil öyrənmək deyirsə çox dil bilmək kompetensiyası. aydındır. Yaxşı, rəqəmsal savadlıq, bir də texnoloji savadlıq. Bunları necə fərqləndirək? Rəqəmsal daha çox İKT ilə bağlı, məsələn, elektron lövhə, planşet, kompüter və s. Texnolojiyada texnologiya ilə bağlı, texnoloji alətlərlə bağlıdırsa olur. Bizdə Ayşən müəllim 3 nəfər var. Onlardan birindən dərs soruşduq. Qalanlar da qrupa yazsınlar hansı adlı. Yəqin biri Ayşən, o biri də burdadırsa o da yazar. Sonra deyin gəlsin bizə nəyi? Çətinliklərin həlli üçün qərar qəbul etmək, karyerasını idarə etmək, təhsilini təşkil idarə etmək, bunlar hara daxildir? Şəxsi sosial öyrənməyi öyrənmək kompetensiyası. Şəxsi sosial öyrənməyi öyrən. Gender bərabərliyini harda dedik? Fəal vətəndaş mövqeyi. Fəal vətəndaş mövqeyində. Uzaq görən olmaq, cəsarətli olmaq. Sahibkarlıq. Bu da sahibkarlıqda oldu. İdeyaları, fikirləri müxtəlif mədəniyyətlərə uyğun şəkildə ifadə edə bilmək desək. Mədəni məlumatlıq. Məsələn, belə bir fikir də səsləndirək, layihənin planlaşdırılması və idarə edilməsi ilə bağlı məlumatlı olmaq. Savadlıq olar. İdarə etmə deyəndə layihənin layihənin idarəsindən söhbət gedirsə, bu sahibkarlıq. Bir iki dəfə də müəllimlərə sual verək ki, yadda qalsın, işarə edək. Təşkilat, cəmiyyətdən söhbət gedəndə, kütləvi informasiya vasitələrinin demokratik cəmiyyətlərdə rolunu anlamaqdan söhbət gedir. Fəal vətəndaş mövqeyi. Hələ ki, sizlə bu qədər. Şəfil Elnarə xanım, deyin gəlsin bizə nəyi? Gender bərabərliyini harda qeyd elədik? Və fəal vətəndaşdır. Fəal vətəndaşı, zəngin lüğət ehtiyatı və kifayət qədər lüğət ehtiyatı desək. Zəngin lüğət ehtiyatı savadlılıq, kifayət qədər lüğət ehtiyatı çox dil bilmə. Yaxşı, Elnarə xanım, elmi mütləq şəkildə tədqiqata dayanmalı olduğunu anlamışamsa? Elmi. Deyirəm ki, layihənin planlaşdırılması və idarə edilməsi haqqında məlumatlı olma. İdarə etmədən söhbət gedirsə? Sahibkarlıq. Sahibkarlıqdır, düzdür. İnsana hörmət, tolerant olmaq, bax, ümumiyyətlə insanlara hörmət müəllimlər, insandan söhbət. O fəal vətəndaş mövqeyində gedəcək. İnsana hörmət bərabərdir fəal vətəndaş mövqeyi. Növbəti müəllimlərdən bunu soruşacağam, yenə də yadınızda qalacaq. Sonra öyrənməyin yollarını axtarmaq, emosional durumunu stabil saxlamaq. Şəxsi sosial, metakognitiv bilik. Bəli, metakognitiv bilik. Nitqin pozitiv olması, başqalarıyla qarşılıqlı ünsiyyət. Savadlıq. Savadlıqda olacaq. Yeni dil öyrənmək istəyi, müxtəlif xalqların dillərinə hörmət. Bəs dünyaya açıq olmaq desəm, adət-ənənə, mədəni məlumat. Fizikanın fundamental qanunları, nəzəriyyələr. Elmi.
Deyirəm ki, rəqəmsal alətlərin xüsusiyyətlərini bilmək. Rəqəmsal. Müxtəlif mətn tipləri, ünsiyyət tipləri, Savadlıq. bəli, bu da savadlığın tərkibinə daxil olacaq. 21-ci əsr bacarıqları, Aha, həyat və karyera bacarığı, öyrənmə, innovasiya, bir də informasiya, media, İKT. Səadət xanım, deyin gəlsin bizə. Kifayət qədər və zəngin lüğət ehtiyatını harda qeyd elədik? Zəngin lüğət ehtiyatı deyiriksə savadlılıqdır, kifayət qədər deyiriksə çox dil bilmək. Bəli, düzdür. İnsana hörmət, harda dedik bunu biz? İnsana hörmət fəal vətəndaşdır. Bəli, insana hörmət fəal vətəndaşlardır. Yaxşı, biz qeyd elədik uzaq görən olmaq, cəsarətli olmaq, empatiya olmaq. Bu da sahibkarlığın tərkibində olacaq, düzdür. İdeyaları, fikirləri müxtəlif mədəniyyətlərə uyğun şəkildə ifadə etmək. Statistika, diaqram, cədvəl. Riyazi elmi mühəndislik. Deməli, əgər gələcəklə bağlı plan qurmuşamsa, sağlam həyat tərzi keçirə bilirəm, öz strategiyamı müəyyənləşdirə bilirəmsə, bu hara daxil olacaq, eşidə bilməm. Bəlkə dediniz, eşidə bilməm. Aysa, öz strategiyamla, ümumiyyətlə, strateji olanlıq da şəxsi sosial öyrənməyə öyrənməkdir. Dilin funksiyası haqqında məlumatlı olmaq, dil mədəniyyəti, eyni zamanda argumenti qarşı tərəfin diqqətinə çatdıra bilmək. Savadlılıq. Bəli, savadlığın tərkibindədir, düzdür. Yeni dil öyrənmək istəyirsək, çox dil bilmək. Çox dil bilmək. Səbirli olmaq, məsuliyyətli olmaq desəm. Mənim şəxsi sosial. Müxtəlif cəmiyyətlər, təşkilatlar. Mədəni məlumatlılıq. Yox, cəmiyyət dedirsə fəal vətəndaş. Dedik. Transformasiyanı harda qeyd etdik? Sahibkarlıqda, dəyişmə demək. Oldu, hələ ki sizlərdə bu qədər. Demək, Əfsanə xanım. Buradadır Əfsanə xanım. Bəli, bəli, işitirəm müəllimə. 21-ci əsr bacarıqları hansıları oldu? Həyat və karyera, öyrənmə və innovasiya, informasiya, media, texnologiya. Texnologiya, bəli. Növbəti bizə deyəcəksiniz nəyi? Rəqəmsal və texnoloji savadlıq. Rəqəmsal və texnoloji savadlıq fərqini deməliyəm. Aha, necə məsələn stabil olaraq fərqlənir? Fərq belə ki, rəqəmsal savadlıqda İKT bacarıqlar var, riyazi texnologiyada gündəlik həyatla, məişətlə bağlı. Zəngin lüğət ehtiyatı və kifayət qədər lüğət ehtiyatı. Zəngin lüğət ehtiyatı savadlılıqdadır, kifayət qədər də çox dil bilməkdə. Kifayət qədər olanda da çox dil bilməkdədir. Bəli. Görünmədə hər hansı problem olsa səs açıb bildirin. Deməli, bizim təfəkkürün 3 növü var. Məntiqi, tənqidi, yaradıcı. Yəni, hələ ki 3 növünü öyrənirik. Bura əlavələr var. Kitab çıxanda mən onu hansısa mənbədən götürə bilərəm. Amma götürmürəm. Nəyə görə? Çünki Time'ın hansı mənbədən götürdüyünü dəqiqliklə bilmirik. Bir neçə mənbədən istifadə edə bilər. Hələ ki bu qaydada öyrənirik. Sonra əlavə bir modelimiz var. Onu da kitab çıxandan sonra ayrı şəkildə diqqətinizə çatdıracaq. Hələ ki məntiqi, tənqidi, yaradıcı təfəkkürü öyrənirsiniz. Məntiqi təfəkkür nə deməkdir? Məntiqi təfəkkür fərdin nizamlı şəkildə, yəni düşünülmüş şəkildə bir fikirdən digər fikrə keçməsidir və fikirləri əsaslandırmasıdır. Məntiqi təfəkkür hər hansı mümkün variantları ölçüb biçmək, müsbət mənfi tərəfləri nəzərə almaqdan söhbət gedir və məntiqi düşüncəni reallaşdırmaq üçün ekranda gördüyünüz bəzi anlayışlar var. Reduktiv düşünmədir, digər adla deduksiya adlanır, induktiv düşünmədir, analogiyadır, məntiq xətalarıdır, konvergent, divergent düşünmələrdir, verbal, qeyri-verbal, ardıcıl sistemi düşünmələri biz bura nümunə göstərə bilərik. İndi gəlin görək, birinci biz nədən bəhs edirik? Birinci konvergent düşünmə. Konvergent düşünmə müəllimlər köhnə fikirlə düşünmədir. Yəni bu insanlar özünə hər hansı bir əziyyəti vermir. Deyir ki, vergiyim örtüyatım. Yəni, kim nəyi hazır tapıbsa ondan istifadə edir. Məsələn, hazır düsturdur, misal yazmaq üçün düsturdan istifadə edir. Tez nəticəyə gəlmək, yəni hazır qaydadan istifadə elədiyi üçün təbii ki, nəticəyə də tez gəlib çıxacaq.
Əlavə fikir tapmaqda çətinlik çəkirlər. Çünki yenilikçi, yaradıcı deyil. İdeya fikirləri qiymətləndirərək seçməyi bacarır. Yəni, hazır olduğu üçün nəyinsə arasından qiymətləndirir, ən rahatını seçir. Yəni, qısaca, konvergent düşüncə hazıra meyillidir, köhnə fikirlidir. Bu özünə əziyyət vermir. İkinci keçirik divergent. Divergent özünə əziyyət verən, daim araşdıran, daim axtaran, yeni yollardan istifadə edən insan tipləridir. Yəni bu həmişə özünə yeni ideya, fikir toplayır, qəbul edilmiş yolların əleyhinə çıxır, özünə yeni yol axtarır da. Deyir ki, məsələn, niyə belədir də? Konvergentdə deyir ki, hə, belədir, qaydası budur. Amma divergent sual verir ki, niyə? Belədir, niyə belədir? Mən başqa onu hansı yolla istifadə edərək həll edə bilərəm. Təbii ki, alternativ yol axtardığı üçün problemi tez həll edə bilməyəcək. Çünki hazırdan istifadə eləmir ki, konvergent kimi ki, hə, problemi həll eləsin. Və əlavə fikir, düşüncə tapmaqda konvergentdən fərqli olaraq yaxşıdır. Çünki həmişə alternativ axtarır. Bu oldu divergent. Sonra keçirik ardıcıl düşünmə. Ardıcıl düşünməni prosedural biliyi bilən müəllimlər tam aydın başa düşə bilər. Digər müəllimlər üçün də belə deyim də, addım-addım mərhələli şəkildə. Yəni, bir addımı bitirir, ikinci addıma keçirir. Məsələn, mən birin vurma cədvəlini uşağa öyrətməliyəm, ikini öyrətməliyəm ki, o üçü daha rahat öyrənsin. Yəni, bir addımı bitir, sonra ikinci addımı öyrənir. Məsələn, riyaziyyatda birinci toplamadır, çıxmadır, sonra vurmanı öyrənir də, düzdürmü? Bir addım bitməlidir, digər addıma keçməliyik. Bu ardıcıl düşünmə oldu. Hansı biliklə bağlıdır? Prosedural biliklə. Məsələn, bina modelində mən 3-cü mərtəbəyə qalxmaq üçün mütləq 2-dən keçməliyəm. 5-ə qalxmaq üçün mütləq 4-dən keçməliyəm. Yəni, bir addım bitməlidir, digərinə keçməliyim. Çörəyi emal eləmək üçün tarladan süfrəyə mexanizmini deyim ki, ilk öncə tarlalar neyinir? Şumlanır. Uyğun sahə seçdiyi şumladıq. Daha sonra qulluq eləyirik torpağa, toxum səpirik, toxuma qulluq edirik, onu suvarırıq, biçirik, un halına gəlir, emal olunur, sonra çörək alınır, düzdürmü? Bu artıq ardıcıl düşünmədir. Yəni, mütləq biz məhsul almaq üçün, nəticə almaq üçün bir addımı bitirib, sonra digərinə keçməliyik. 11 il siz müəllim olmaq üçün neynəmisiniz? 11 il oxumusunuz, ən azından 4 il universitet oxumusunuz, MİQ imtahanında iştirak eləmişsiniz, düzdürmü? Bunlar hamısı ardıcıl düşünməyə nümunədir. Sonra verbal düşünmə. Verbal düşünmə düşüncələrini, beyində düşündüyünü dilə gətirmək deməkdir. Yəni, səsli ifadədir. Deyir ki, danışanda şagird düşüncələrini yönəldir. Daha sonra bu proses mürəkkəbləşib daxil, öz-özünə danışmanı da deyə bilərik. İnsan deyir, özünə eşidəndə daha yaxşı möhkəmlənir. Məsələn, dərsi öz-özünüzə səsli danışmanız və yaxud da ki, fikirlərinizi səsli dilə gətirmək. Verbal düşünmədir. Bəs qeyri-verbal nədir? Məsələn, mən sizə hal-hazırda ekranda slayd göstərirəm. Qeyri-verbaldır, görsəldir. Məsələn, ola bilər ki, hər hansı bir maketdir, şəkildir, heykəldir, coğrafiya dərsində xəritədir, çertyojdur, qrafikdir, slayddır, videodur. Bunların hamısı nəyə aiddir? Qeyri-verbal. Qeyri-verbal vizual olan, görsel olan bir şeylərdir. Amma verbal səslidir. Keçirik sistemli düşünmək. Sistemli düşünmək deyir, bizi əhatə edən anlayışları, konsepsiyaları təhlil eləmək, hissələrə parçalamaq deməkdir. Düzgün bölüşdürmək. İndi deyərsiniz, mən bunu necə ayırım? Bax, biz sistemli düşünəndə, müəllimlər, öncədən nəticəni görə bilirik ki, baş verən prosesin bizə müsbət və yaxud da ki, mənfi nə kimi faydası, ziyanı var. Məsələn, deyirəm ki, ətrafımızda bir zavod var. O zavodun məişət tullantıları təbiətdə yaşayan canlıları məhv edir. Onlar da deyir, həmin zavodun tərkibində olan zərərli maddələr suyu, çayı zəhərləyir. Bu da birbaşa niyə biz suyla və yaxud da ki, çaydakı balıqla, bitki ilə qidalandığımız üçün deməli, həmin zavodun birbaşa bizim sağlamlığımıza təhlükəsi var. Düzdürmü? Mən artıq həmin zavodu təhlil elədim ki, bizim ətrafımızda, evimizin yanında bir zavod var. Onun insana olan mənfi, negativ tərəfləri. Düzdür, bu sistemli düşünmək. Yəni, parçaladım, təhlil elədim, nəticəni öncədən görə bildim. Biraz öngörümlü insan deyə bilərik. Təhlil etmək mərhələsini eşidən müəllimlər də, bax, təhlil etməyi sistemli düşünməyə nisbətən aid edə bilərik. Sonra, məşhur, induktiv və deduktiv düşünmələr. Deduksiya, hazır qaydadan nəticə çıxarmaqdır. Yəni, ümumi qaydadan xüsusi nəticəyə getməkdir. Düzdürmü?
Qaydadan nəticə çıxarırsan. Məsələn, qaydadır ki, ağacları sulamayanda həmin ağac bu bir qaydadır. Bar verməyəcək. Qaydadan nəticəyə gəlirəm ki, deməli, həyətimizdə olan alma ağacını sulamasam, alma ağacı bar verməyəcək. Yəni, həmin birinci qaydadan çıxan nəticədir. Və yaxud da ki, bir dənə tarixdən nümunə çəkəcəm. Deyirəm, 15-16-cı əsrlərdə mövcud olan müsəlman dövlətlərində sorğal torpaq mülkiyyət formasından istifadə olunur. Düzdürmü? Bu bir qaydadır ki, həmin dövlətlərdə sorğaldan istifadə olunur. Sonra həmin qaydadan da bir nəticə çıxarıram ki, Ağqoyunlu, Qaraqoyunlu dövlətləri də həmin əsr aralığında mövcud olduğu üçün deməli soyurqaldan Ağqoyunlu, Qaraqoyunluda da istifadə olunma ehtimalı yüksəkdir. Yəni qaydadan nəticəyə doğru. Və yaxud da Azərbaycan dilində deyirəm ki, larlər cəm şəkilçisidir. Bu bir qaydadır da Azərbaycan dilində larlərin cəm şəkilçisi olmağı, düzdürmü? Sonra baxıram ki, deyirəm stollar sözü, kitablar sözü, qızlar sözü. Bu sözlərin hər birinin sonunda larlər şəkilçisi var. Deməli, həmin sözlər cəmdədir, qaydadan nəticəyə doğru gəlmişdir. İndi keçək induksiya. İnduksiya deduksiyanın tam əksi olan bir prosesdir. Yəni, nəticə var, nəticədən qayda çıxarmışam. Bu daha çox bilirsiniz necə baş verir, loru dildə deyəcəm, başı daşa dəyəndən sonra ağıllanmadır. İndi mən burada nümunə də qeyd eləmişəm. Məsələn, 2 vur 3 bərabərdir 6, 3 vur 2 bərabərdir 6. Həmin bu nümunəyə baxıb, nəticəyə baxıb. Şagird belə bir qayda çıxarır ki, deməli, buruqların yerini dəyişəndə hasil dəyişmir. Düzdürmü? Və yaxud da ki, şagird yolda gedəndə görür ki, piyada xəttindən keçməyən insanları polis cərimələyir. Düzdürmü? Nəticəni görür ki, neynədir? Polis cərimələdi piyada xəttindən keçməyən insanları. Oradan özünə qayda çıxarır ki, deməli, yolu keçəndə işıqfora əməl eləmək lazımdır və piyada keçidindən keçmək. Yəni, induksiya nəticədən qaydaya gəlmə prosesidir. Sonra bizdə nə qalır? Analogiyada eyniləşdirmədir. Yəni, iki hadisəni eyniləşdirirsən. Məsələn, deyir, uşaq anasından kinoya tək getmək üçün icazə almaq istəyir, lakin anası icazə vermir. Uşaq anasına deyir ki, məsələn, Sabir də mənimlə eyni yaşdadır, amma anası ona icazə verir. Artıq uşaq özünü kimlə eyniləşdirir? Sabirlə. Və yaxud da ki, deyirəm ki, mən qarmonda ifa etməyi bacarıram. Deyirəm, piano da qarmona bənzəyir. Deməli, qarmonda ifa etməyi bacardığım üçün pianoda da ifa edə bilərəm. Burada artıq qarmonla pianonun xüsusiyyətini eyniləşdirdim. Düzdürmü? Bərabərdir. Bu da analogiya və yaxud da ki, analoji düşünmə. Sonra, analitik düşünmə. Analitik düşünmə, bunu bir analiz kimi başa düşə bilərsiniz. Daha geniş düşünmədir. Yəni, eyni anda sən həm induktiv düşünürsən, həm analoji düşünə bilirsən, həm deduktiv düşünə bilirsən. Bunu hissələrə, sanki bir qan analizi kimi görün də. Qanda tutalım ki, qanın faizini yoxlayırıq, B vitaminini yoxlayırıq, D vitaminini yoxlayırıq. Analitik düşüncəni sanki qan analizi kimi görə bilərsiniz. Və məşhur məntiq xətaları. Müəllimlər, məntiq xətaları iki halda baş verə bilər. Birinci, biz nəticəyə gələndə fikirlər arasında əlaqəmiz yanlış yaranırsa. İkinci, arqumentimiz zəifdirsə və həmin zəif olan arqumentdən də təbii ki, yanlış bir nəticə çıxararıq. Düzdürmü? Məntiq xətalarımız 7 cürdür. Həddən artıq ümumiləşdirmə, özünü bənzətmək, cəmiyyət tərəfindən qəbul edilmə, şəxsi qərəzlilik, boş adam, çox mənalı danışmaq və sirkulyar arqument. Həddən artıq ümumiləşdirmə bir nümunənin hamıya aid edilir. Yəni, qısaca desək, qurunun oduna yaşın yandırılmasıdır. Burada nümunəmiz müsbət də ola bilər, mənfi də ola bilər. Məsələn, 7A sinifinə girmişəm, orada 5 şagird yaxşı cavab verib, deyirəm ki, 7A nə gözəl oxuyan sinif. Amma 15 şagird cavab vermədi axı mən, ümumiləşdirdim 7. 2. Özünü bənzətmək, özünü bir nəfərə bənzətməkdir. Məsələn, deyirəm, sinif yoldaşım Nigar kimi saç düzümü yığmışam və yaxud da ki, müəllimim kimi müəyyən aksesuardan istifadə etmişəm. Özünü bir nəfərə bənzədir. Amma cəmiyyət tərəfindən qəbul edilmə, bunu ikinci adla biz poplum da adlandırırıq. O özünü çoxluğa bənzətməkdir. Bax, bugün iPhone bəlası var da, hamı iPhone 17 çıxıb iPhone alır. Bax, deyirəm ki, hamı alıb mənim kimlə nə yemək istəyir? Mən də gedib alım. Və yaxud da ki, sinifdə hamı sarı geyinib, mən də gedib geyinib. Cəmiyyət tərəfindən qəbul edilməkdə sanki özünü cəmiyyətə sübut etməyə çalışır. Özünü çoxluğa bənzədir, dəbə əməl edir. Amma ikincində özünü bənzətməkdə özünü bir nəfərə. Bunların fərqi ondan ibarətdir ki,
özünü bənzətmək, özünü bir nəfərə bənzədir. Cəmiyyət tərəfindən qəbul edilmək, toplum özünü çoxluğa bənzədir. Deməli, sonra şəxsi qərəzlik, bu ikinci adla homonim adlanır. Şəxsi qərəzlik, məsələn, bir insana və yaxud da ki, bir qrup insana qərəzli yanaşmaqdır ki, mən məsələn Nigarla yola getmirəm, ona görə Nigarın küçə heyvanlarını qorumaq fikri düzgün deyil. Yəni, əslində şəxsi qərəzlik olmaması üçün biz insanın ideyasına fikir bildirməliyik, şəxsinə yox ki, orada qərəzlik olmasın. İkinci adla bu homonim adlanır. Boş adam necədir? Boş adam da boş-boş danışan adamdır da. Bizim dediyimiz arqument qalır kənarda, təmiz fərqli bir istiqamətə yönəldir. Deyirəm ki, məsələn də, yaxşı oxumaq istəyirsinizsə, sosial şəbəkələrdən uzaq dayanın. Qarşı tərəfdən də mühakimə gəlir ki, siz demək istəyirsiniz, biz oxumuruq. Mən nə dedim? Dedim ki, yaxşı oxumaq üçün sosial şəbəkələrdən uzaq durun. Argumentimiz budur. Bu gətirib oxumamağa çıxartdı. Amma halbuki mənim dediyim fikir tamamilə fərqli bir fikir idi. Və yerdə qalır çox mənalı danışmaq. Çox mənalı danışmaq iki başlı danışmaqdır. Özünü, belə deyim də, əslində təmizə çıxarmaq istəyir, amma özünü dolayı yolla ələ verir. Deyirəm ki, müəllimlər və yaxud da ki, uşaqlar sosial şəbəkələrdən istifadə etməyin, nəticəniz aşağı olacaq. Qarşı tərəfdən də belə bir mühakimə gəlir ki, yox, biz sosial şəbəkədən istifadə eləmirdik, sadəcə bir-birimizin şəkillərinə bir yorum yazırdıq, bəyənirdik. Bax, görürsünüz, özü-özünü ələ verdi ki, əslində istifadə edirdim. Buna biz söz oyunu da deyə bilərik. Çox mənalı danışmağa nə də deyə bilərik? Söz oyunu. Və sonuncu sirkulyar arqumentdir. Bunu da tutuquşu effekti ilə görə bilərsiniz. Təqliddir də. Dediyimizi təkrarlayır. Deyirəm ki, məsələn, yüksək nəticə göstərmək üçün oxumaq lazımdır. Qarşı tərəfdən də mühakimə gəlir ki, bəli, mən oxumaq istəyirəm, çünki yüksək nəticə əldə etmək istəyirəm. Bizim dediyimizi təkrarlayır. Sirkulyar arqument, tutuquşu effekti var. Deməli, çox mənalı danışmaq və sirkulyar arqumenti qarışdıra biləcək müəllimlərə belə bir açar sözü verim ki, çox mənalı danışmaq bizim dediyimiz fikri inkar etməyə yönəlibsə, sirkulyar arqument bizim dediyimiz fikri təsdiqləməyə yönəlib. Belə. Qısaca izahımız bu qədər. Bir saniyə, bunu stoplayayım.